hər vaxtınız xeyir olsun. 65-ci sualda verilib ABC üçbucağında bucaq C 90, AD tənböləndir. AB və AC verilib 6, 8, 90 dərəcə düzbucaqlı üçbucaq. Deməli bu CB 8-dir. Və bizdən BD çıx DC-ni soruşur. Burada BD-nin CD-yə nisbəti nəyə bərabər olmalıdır? 10-un 6-ya. AB-nin AC-yə. Deməli, BD-nin CD-yə nisbəti nəyə bərabərdir? 10-un 6-ya. Buradan ixtisar aparsaq, 2-yə bölsək hər tərəfi, CD nəyə bərabər olmuş olacaq? 3-də 5. Deməli, 3-də 5. Buradan BD və CD nəyə bərabərdir? 5 və 3. Bizdən nəyə soruşur? Fərqin. BD çıx CD. 5 çıxılsın 3 bərabərdir 2. A variantı.